Salam əziz şagirdlər, deməli bu günlərdə belə bir sualla qarşınızdayıq. X minus 3 sıfırdan kiçik bərabərdir. Bu bərabərsizliyi həll etmək üçün bu bərabərsizliyin sıfırlarını tapmalıyıq. Yəni x bərabərdir 3, x bərabərdir 0. Bu bərabərsizliyin sıfırları hesab olunur. Ədəd oxunda çəksək, 0-ı alır, 3-ü alır. 3-dən böyük, məsələn 4-də sınaq nöqtəsindən qiymət versək, görəcəyik ki, burada müsbətdir. 0-3-də qiymət versək, görəcəyik ki, 0-3 intervalında mənfidir. 0-dan kiçikdə qiymət versək, görəcəyik ki, müsbət alır. Bizdən isə 0-dan kiçikləri, yəni mənfiləri soruşur. Buranı. Deməli, x daxildir. Uc nöqtələr daxil olduğuna görə 0, 3.